Ciddi de kararıydı be esalah proje izrola. Mesela onlar yerine geçseydi sürenceler bu vaziyete yetişmiyordu şimdi. Bizim bahsimizde bu projeler niye yerine götürmeyip. Yani o sürece oraya karar 120 milyon metre mükab tasfiye xanasından burası gələr, xudu Ümiyədən gələr. Bilirəm, söz buradadır, gələr peygirlər niyə gəlmir? Və o rəvəndi ki var, düz o projelər icra olsaydı, gələr bu vaziyet olmuyor. 21 ildə, yəni bir sizin mənavazı. İndiki almışıq şöyle niye olmur da? Doktor Çeşmendaz Deryatı اگه فارسی هم باشه تشکر میکنیم. اگه چشمنداز دریاچه رو الان اومدیم ببینیم، بررسی داریم میکنیم، اساتید دانشگاه هستن، محققین هستن، کارشناس هستن. با کارشناسای خارجی داریم پیگیری میکنیم که انشالله راهی پیدا بکنیم که این وضعیت به وجود نیاد. البته یه طرف دیگه هم خدا باید کمک بکنه که بارونه بیاد، چون بارون نیاد هیچ کاری نمیتونه بکنه. برنامه خاصی است چون که اصلا تو حوزه کشاورزی اصلا 27 تا کار کردن، برنامه بوده ولی اجرا نکردن و سوال اینه که چرا اجرا نکردن. تشکر.